Nitq inkar ləngiməsi nədən yarana bilər, yaranma səbəbləri nə ola bilər, kimlərin rəyləri önəmlidir? Nitq ləngiməsi əsasən uşaqların nitqinin digər həmyaşlarından geridə qalması nəticəsində yarana bilər. Nitq inkar mərhələsi hazırlıq dövrü 10-15 söz, erkən inkar dövrü 200-300 söz, məktəbəqədər yaşlı dövr 3000-4000 söz, məktəbəqədər dövrdə isə uşaq nitqinin tam komponentləri formalaşmış şəkildə olur. Nitq ləngiməsini yaradan səbəblər ailədə iki dilliyin olması, eşitmə problemi, telefon və televizordan aşırı dərəcədə istifadə etmək, nitqin düzgün tərbiyə olunmaması, qidalara fikir verməmək və valideyn ilə uşaq arasında düzgün ünsiyyətin olmaması. Nitq inkar ləngiməsinin əlamətləri 12 aylığında artıq jest mimikalardan istifadə edir və sadə komandalara tabe olmaq istəmir.